Deməli, mövzunun adını da yazam video kayıtda. Şiş eləməz, vaxt bir sədaqlarına vaxt getməz. Deməli, adi kəsirlərdə bu xətt bölməni əvəz edir. Üstə surətdir, aşağı məxrəcdir. Adi kəsirlərin özü iki cürdür. Düzgün kəsir, düzgün olmayan kəsir. Əgər surət məxrəcdən kiçikdirsə, biz buna deyirik nə? Düzgün kəsir. Yox, surət məxrəclə belə deyək də, bərabər və yaxud da ki, surət məxrəcdən böyükdürsə, buna deyirik düzgün olmayan kəsir. Bu düzgün kəsirdir, bu düzgün olmayan kəsirdir. Misal üçün, 3'də 2 görürsən, bu nədir? Səndə düzgün kəsirdir. Amma 3'də 3 və yaxud da 3'də 4 bu nədir? Düzgün olmayan kəsirdir. Surətlə məxrəc də bir-birinə bərabərsə bu tamdır. Bir tamı nəzərdə tuturuq. Sonra düzgün kəsirlər, düzgün olmayan kəsirlər var. Qarışıq kəsirlərimiz var. Qarışıq nədir? Tam olan. Bunu düzgün olmayan kəsirə çevirmək üçün məxrəc olduğu kimi qalır. Məxrəci tama vurub üzərinə surət gəlirik. Bu da olacaq düzgün olmayan kəsirə çevirmək. Amma məsələn düzgün olmayan kəsiri adi qarışıq edərək çevirmək üçün surəti məxrəcə bölürsən. 2, 6, 2 qalıqdır. Aldığın cavab sənin tamın olur. Məxrəc olduğu kimi qalır. Qalığın isə surətdə yazılır. Məxrəclərin eyni olanda surətləri müqayisə edirik. Müqayisədə əgər məxrəclər eynidirsə, surəti böyük olan böyük, kiçik olan kiçikdir. Amma tərsinə, surətləri eyni olan isə məxrəci kiçik olan böyükdür. Amma mənfidə isə, mənfidə amma bunları versəydi, elə normalda sürətləri eyni olsa da böyüyün böyük, kiçiyin kiçik, mənfi ədəddir. Amma müsbətdə isə kiçiyin böyükdür. Müsbət ədədlərdə isə məxrəcləri eynidirsə, mənfi ədəddə də kiçiyin böyük, böyüyün kiçik olur. Aydındır, əksinə olur həmin ifadə. Məxrəclərin toplanması kəsirlərində yəni sürətləri eyni məxrəcləri eyni olanı nə edirik? Sürətlər toplama verirsə toplayırsan, çıxma verirsə çıxırsa. Amma məxrəcləri müxtəlifdirsə, mütləq şəkildə məxrəcləri olan ədədləri əçob tapılır. Ortaq məxrəcdə, buna ortaq məxrəc deyilir. Ortaq məxrəcdə məxrəclərin əçobu tapılır. 3 ilə 4-ün əçobu 12-dir. Tapdığını məxrəcə bölüb surətə vurursa, məxrəcə bölüb surətə vurursan, surətdə yazıb, toplama verirsə toplayıb, çıxma verirsə çıxırsa. Amma kəsirlərin ixtisarında isə əbab istifadə olunur. Məsələn, 176-da, misal üçün 28. Bir saat durub 2-2 eləyə bilərsən, məsələn, xırdalaya bilərsən, hə. Məsələn, 2 dəfə olacaq 88, 14. Yenə 2-yə ixtisar eləyə bilərsən. Olacaq 44-də 7 qalır belə. Və yaxud da bu ədəd sürətlə məxrəcin əbobunu tapırsan, tapdığın əbobu sürətlə məxrəcə də bölürsən. Buradan belə çıxır, kəsirlərin ixtisarında əbob istifadə olunur. Ortaq məxrəcə gətirmədə isə toplama çıxmada əçob tapılır. Dövron kəsir var. Əsasları mən sənə deyim. Dövron kəsirdə nədir? 0 tam, yəni tam varsa kəsin qabağına tam yazılır, yoxdursa yazılmır. Bu heç. Əgər deməli mötərizənin içində nə verilirsə, onun sayı qədər 9 yazılır. Mötərizənin içində nə var onu yazırsan. Amma ola bilər mötərizə ilə vergi olarsa bir rəqəm oldu. Onda həmin buradan onu çıxırıq. Hə, bunun sayı qədər 9-a yenə 0 yazsa, sonra ədədi birləşdirirsən, həmin ədədin birləşdirinizə o mötərizə ilə vergi arasında ədəddən çıxırsa. Sonra görürsən bu cavab yoxsa, demək bunu sadələşdirin. Artıq bunun əbobunu tapıb sadələşdirirsən. Sənə dövron kəsirlə verəndə toplama çıxmada, yəni o vəziyyəti toplayıb çıxmırsan. Təzdən onu dövron kəsirlə adi kəsirə çevirib, sonra toplama verib, toplama çıxma verirsə, nə verirsə həll edirsən. Sonra məxrəclərdə belə bir şey var. 3 kəsirlərdə.
Və arasındakı hadi düzəlmişəm. Bu düz deyil, bu 10'dur. Aralarındakı fərq görürsən 3 dənədir. 3 dənə olanda sürətləri eyni olduğuna görə sürətlərində rəqəmi onun sayına vuram. Neçə dənədir? 3 dənədir. 3 dənə kəsirdir. Sayına vurdum. Məxrəcdə isə birinci kəsirin birinci ədədin, sonuncu kəsirin sonuncu ədədin məxrəcdəkini götürürsən. Vəssalam, oldu 10'da 9. Aydındır? Yəni bu cür şəkildə də misalı həll edirsən. Allah. Başa düşdün? Hə. Bu qədərdir adi 10 kəsər. Bir dənə qoy nəzər etsin görüm. Adi kəsərlərdən başqa nəsə yoxdur. Yəni unutmadığım bir şey olursa. Kəsrlərin müqayisəsini dedik. Düzgün özgün olmayan kəsir dedik. Əməlləri dedik. Qarşı qədəri dedim. Hə, bir də hissəyə görə tapılması. Bir dənə bu qalıb. Ədədin hissəyə görə tapılması nədir? Məsələn, 20'nin ədədin hissəyə görə tapılmasında verilən ədədi verilən hissəyə vurursan. Amma hissəyə görə ədədin tapılmasında isə verilən ədədi həmin hissəyə böləcəksən. Aydındır? Sonra misalı həll edəcəksən. Bilirəm. Hə, so. Onluq kəsirdir, dövran kəsir. Vəssalam. Aydındır? Bunu istəyirəm göndərim sənə.